Bu video izahımda seleksiya elmi haqqında məlumatlar vermək istəyirəm. Seleksiya insanların fəaliyyəti nəticəsində meydana çıxmışdır. Çox da qədim tarixi yoxdur bu elmin. Bu elm ilk dəfə insanların bitkiləri mədənləşdirməyə, heyvanları əhəlləşdirməyə başladığı dövrdən başlayır. Və seleksiya nəticəsində bitki sortları, heyvan cinsləri və bakteriya ştamları alınır. Seleksiyada alınan cins, sort, ştam, yəni ştamı deməyəcək, cins və sort sistematik kateqoriyadakı növ anlayışından aşağı səviyyədədir. Seleksiya elmini nailiyyətləri haqqında araşdırma Vavilov tərəfindən aparılmışdır. Vavilova görə seleksiya işinin uğurlu olması üçün bir neçə nəzərə alınmalı olan faktlar var idi. Bunlardan elə bu şəkildə də göründüyü kimi qeyd edə bilərik ki, öyrənilən əlamətlərin üzə çıxmasında mühitin rolunu əsas götürmüş, heyvanların və bitkilərin başlanğıc sort və cinslərinin müxtəlifliyi nəzərə alınmış, hibridləşmə zamanı irsən keçən qanuna uyğunluqlar nəzərə alınmalıdır. Arzu olunan əlamətlərin möhkəmləndirilməsi üçün istifadə olunan süni seçmənin formaları mütləq nəzərə alınmalıdır və işi dəyişkənlik və mutasiya nəzərə alınmalıdır. Ümumiyyətlə, seleksiya işləri apararkən heyvanlarda və bitkilərdə müxtəliflik nə qədər çox alınar, müxtəliflik nə qədər çoxdursa, o qədər də əldə olunan materiallar daha keyfiyyətli olacaqdır. Vavilovun digər işlərindən biri isə Vavilov bitkilərin mənşə mərkəzləri haqqında məlumat daxil etmişdi elmə. Belə ki, Vavilov 1600-ə yaxın bitki növü tədqiq etmişdir. Yalnız bütün qitələrdə olmuşdu. Bir Avstraliyadan başqa bütün qitələrdə olmuşdur və Vavilov 7 dənə mənşə mərkəzi müəyyənləşdirmişdi. Əsasən o getdiyi bölgələr isə dağlıq ərazilərdir. Biz isə öyrənəcəyik hal-hazırda 7 mənşə mərkəzində olan bitkiləri, amma hal-hazırda seleksiyanın nailiyyətləri artdıqca mənşə mərkəzlərinin 12 olduğu nəzərə alınır. Mənşə mərkəzlərini yadda saxlamaq üçün ilk öncə bir neçə üsulları deyəcəm. Kimə hansı üsul uyğun olarsa, abituriyent və müdavimlərdən o üsulla yadda saxlasın. İlk öncə biz bilməliyik ki, 7 mənşə mərkəzlərinin adını əzbər bilək. Onların 3-ü Asiyada yerləşir. Cənubi Asiya, Şərqi Asiya, Cənub-Qərbi Asiya. Sonra Aralıq dənizi, Mərkəzi Amerika, Cənubi Amerika və Həbəşistan. Onların hər birində fikir verirsinizsə, nələr var? Deməli var ki, neçə faiz orada var. İlk öncə yadda saxlayın ki, Asiyanın 3 dənə mərkəzini yadda saxlayın. Cənub, Şərqi və Cənub-Qərbi sıralaması ilə Cənub Asiyada 33% bitkilər burada toplanmışdır. Şərqi Asiyada 20%, Cənub-Qərbi Asiyada 14% toplanmışdır. Asiyadan sonra keçək Aralıq dənizi sahilinə. Aralıq dənizində isə 11% toplanmışdır. Aralıq dənizindən Mərkəzi Amerikaya keçək 10%, Cənubi Amerikaya keçək 8%, ən axırıncı isə Həbəşistandır ki, Həbəşistanda 4% deməli mənşə mərkəzlərində bitkilərin toplanmasını görəcək. Bundan əlavə bitkilərin toplanmasını bitkiləri qruplaşdıraraq əzbərləyə bilərsiniz. Məsələn, balqabaq bitkisinin yanında qarğıdalı, tütün, deməli kakao kimi bitkiləri, məsələn, kartofun yanında kartof, ananas, kinar ağacı və yer fındığı. Bu cür əzbərləyib mənşə mərkəzinə aid etdiyinizdə də yadda rahat saxlamaq olar. Bir də belə eləyə bilərik. İndi mən bir neçə maraqlı məqamlarla deyəcəm. Kimin necə yadında qalmaq istəsə, o formada yadda saxlaya bilər. İlk öncə danışaq Cənubi Asiya tropik mərkəzindən, hansı ki, burada 33% bitkilərdən söhbət gedir. Cənubi Asiyada sanki bitkilər var, düyü, limon, badımcan, xiyar. Belə yadda saxlayın ki, plov aş bişirilsin və o turşu ilə yeyilsin. Düyü də təzyiqi qaldıran bir qidadır. Limon da təzyiqi salandır. Düyünü yedi turşu ilə, xiyar və badımcan turşusu ilə. Limon da qəbul eləsin ki, təzyiqi düşsün. Deməli, Cənubi Asiyada nə oldu? Düyü, badımcan, limon və xiyar. Sonra keçək Şərqi Asiyaya. Düyünün üzərindən, aşın üzərindən çay içmək lazımdır. Bunu qırmızı ilə də yadda saxlaya bilərsiniz. Gavalı mürəbbəsi ilə çay içildi. Sonra
meyvə sürfəsindən keçirilə bilər ki, alma yeyilə bilər. Bir də qırmızı olaraq turpu yadda saxlayın. Deməli, Şərqi Asiyada çay, gavalı, alma və qırmızı turp olacaqdır. Cənub-Qərbi Asiya, Azərbaycanda da ən çox rast gəldiyimiz qidalardır və sarı ilə yadda saxlaya bilərsiniz. Yemiş sarı, yerkökü sarı, buğda sarı və üzümün də sarı sortlarından yadda saxlaya bilərsiniz. Deməli, Cənub-Qərbi Asiyada, Azərbaycan da həmin əraziyə aiddir. Burada yerkökü, buğda, yemiş, üzüm. Deməli, Asiya ərazisi bitir, keçir Aralıq dənizinə. Aralıq dənizi, baxın, dəniz su var. Sulu yemək kimi xatırlayın, boş. Zeytun yağında boş pişirmək lazımdır. Burada noxud da əlavə edin, çuğundur, kələm, baş soğan, turp əlavə edə bilərik. Yəni, Aralıq dənizində nə oldu? Zeytun, çuğundur, noxud, baş soğan, kələm və turpu ora aid edə bilərik. Mərkəzi Amerikaya keçək ki, Mərkəzi Amerika başda yerləşmiş kimi və baş balqabaq kimi. Başımızı qatmaq üçün tütün və qarğıdaldan da popkorn hazırlaya bilərik və kakao burada görə bilərik. Deməli, nə oldu? Qarğıdalı, tütün, balqabaq, kakao. Cənubi Amerikaya keçəndə yenə burada kartof bitkisi ilə yadda saxlayaq. Kartof qızartmasının yanında bir ananas suyu ilə qəbul edə bilərik. Yer fındığı və kinə ağacını da onların yanında yadda saxlayın. Sonra gələcəyik, deməli, hansı hissəmiz qaldı? Həbəşistan. Həbəşistanda baxın 4% mənşə mərkəzi var. Biraz bitki yerləşməsinə görə zəifdir və onlar adətən biraz Afrika ərazisinə düşür. Afrikada biraz bilirik ki, qida çatışmazlığı var. Və burada təbiətdən nə tapsalar yeyəcəklər. Banandır, qarpızdır, dənlik, sorğodur və qəhvə də hamısı, yəni belə deyim, o ərazilərdə tapdılar və yedilər kimi yadda saxlaya bilərsiniz. Bundan əlavə mənşə mərkəzləri haqqında demək istəyirəm ki, mənşə mərkəzlərində Cənubi Asiya və Cənubi Amerika ekvator xətti üzərində yerləşir. Kəsir, yəni ekvator xətti onları. Eyni zamanda onlar həm şimal yarımkürəsinə, həm də cənub yarımkürəsinə yəni payları düşür. 3 qitəni də əhatə edən Aralıq dənizi mərkəzidir. Deməli, bu seleksiyada mənşə mərkəzləri haqqında idi. Kimin nə sual olsa, yeni video altından qeyd eləyər, izah edərəm. Gəlin, indi seleksiya üzrə, seleksiya zamanı aparılan hansı üsullardan istifadə olunur, onlara baxaq. Deməli, seleksiyada bir neçə üsul var. Hal-hazırdakı baxacaq hibridləşmə, metodiki seçməyə. Metodiki seçmə suni seçmənin formalarıdır. Ümumiyyətlə, suni seçmədən danışası olsaq, suni seçmə metodiki şuurlu, körtəbii və şuursuz olmaqla iki yerə ayrılır və metodiki şuurlu seçmədə fərdi və kütləvi seçməyə ayrılır. Fərdi seçmə genotipin nəzərə alındığı seçmədir. Hansı ki, bu öz-özünə tozlanan bitkilərdə daha effektiv aparılır və fərdi seçmə nəticəsində heyvanlarda da görülə bilər. Amma kütləvi seçmə sırf bitkilər arasında aparılır. Kütləvi seçmədə genotip nəzərə alınmır və burada çarpazlaşmanın növü çarpazlaşma olacaqdır. Hibridləşmə isə iki formada olacaq. Qohum olmayan və qohum olan. Qohum olmayan müxtəlif cins, sort, müxtəlif növlər arasında aparılır və burada adətən heterozis effekti alınır. Qohum çarpazlaşmada isə saf xətlər alınır. Bitkilərdə öz-özünə tozlanma, heyvanlarda da inbreeding, yəni qohum çarpazlaşması. Belə deyim, bacı ilə qardaş kimi, ana ilə belə deyim, oğul kimi, bu kimi çarpazlaşmadır və buradan da saf xətlər alınır. Alınan saf xətlər deməli, qohum olmayan növlər arası ilə çarpazlaşdırıldıqda heterozis effekti alınır ki, bu da həmin belə deyim, canlıların inkişafını, müxtəlifliyini artırır. Gəlin, indi baxaq görək qohum çarpazlaşmasından alınanlar hansılar idi? Qohum çarpazlaşmasından alınan saf xətlər Kalmik, Jersey, Qaramal, Berkshire, Askaniya, Donuz, Askaniya Rambuliyesi, Merinos qoyun cinsləri alınmışdır. Yəni, bunlar qohum çarpazlaşmadır və bu növ daxili aparılmışdır. Bunlardan saf xətlər alınmışdır. Xətlər arası hibridləşmə aparılıb, heterozis effektinə nail olmuşdular. Gəlin, baxaq görək, bəs uzaq qohum olmayan çarpazlaşma zamanı hansılar üzərində tədqiqatlar aparılmışdır? Bitkilərdə həyata keçirilən uzaq hibridləşmələrə buğda ilə çovdarı,
turp ilə kələmi, buğda ilə ayrıqotunu misal göstərə bilərik. Buğda ilə çovdardan tritikaliya alınmışdır. Buğda ilə ayrıqotdan çox illiyib buğda alınmışdır. Turp ilə kələm bitkisi də deməli uzaq hibridləşməyə aiddir. Çünki növlər arası çarpazlaşmadır. Turp ilə kələm bitki ümumiyyətlə bu cür çarpazlaşma zamanı dölsüz nəsil alınır. Döllü nəslin alınması üçün deməli Karpetchenko tədqiqat aparmışdır və Karpetchenko turp bitkisi və kələm bitkisi üzərində tədqiqat aparır. Birinci çarpazlaşma nəticəsində dölsüz nəsil alınır. Dölsüzlüyü aradan qaldırmaq üçün o xromosom dəstələrini 2 dəfə artırmağı təklif edir və bunu həyata keçirir. Belə ki, kələm bitkisində də xromosom yığımı 16-dır, diploid turpda da xromosom yığımı 16-dır. Bilirik ki, diploid xromosom yığımından qamet aldıqda qametlərə 9 xromosom düşəcəkdir. Eyni zamanda kələm bitkisində də. Və onlar çarpazlaşarkən yeni bitki olur 2n18 dölsüz hibrid olmuş olur. Döllü hibrid almaq üçün həmin bu qametləri 2 dəfə artırmaq lazımdır. Yəni, alınan yumurta hüceyrənin də spermin də xromosom yığımını 2 dəfə artırır. Yəni, yenə 2n, yəni tetraploid edir bitkini. Və beləliklə 36 xromosom yığımına malik yeni kələm turp hibridi alınır və bu döllü nəsil sayılmış olur. Yəni, Karpetchenko üsulunda xromosom dəstələrini 2, 3, 4 dəfə artırmaqla dölsüzlüyü aradan qaldırmaq olur. Heyvanlarda həyata keçirilən uzaq hibridləşmədən danışdıqda misal göstərə bilərik. Bir güvəli dəvə ilə 2 güvəli dəvə, merinos ilə arxar merinos alınmışdı. At ilə eşəkdən qatır, yak ilə iri buynuzlu qaramaldan qaytaq, ağ balığı ilə cökə ilə də bester və bunların hər biri dölsüz nəsil hesab olunur. Bundan başqa biz baxmalıyıq ki, hansı bitkilər arasında seleksiya işləri aparılmışdır. Turp ilə kələm xaççələr fəsiləsi və bildik ki, bunu Karpetchenko aparmışdı. Gülçəklərdə meyvə bitkiləri Miçurin tədqiqat aparmışdı. Gəlin Miçurinin işlərinə baxaq. Ümumiyyətlə, Miçurinin işlərinə baxdıqda Miçurin seleksiyaya həm də mentor üsulu daxil etmişdir ki, mentor hibridlərin tərbiyələndirilməsi metodudur. Baxaq görək necə alınmışdır. Elə ilk öncə hibridlərin tərbiyələndirilməsi metodunu tətbiq etdiyi bitki sortunun alınmasına baxaq ki, bu Belfler Kitayka alma sortudur. Belfler Kitayka alma sortunda ana bitki olaraq sarı belflerdən istifadə edilmişdir və sarı belfler cənub sortudur. İri, şirəli, dadlı meyvələrə malikdir. Erkək ata bitki kimi isə Kitaykanı götürmüşdür. Kitayka Sibir sortudur və soyuğa davamlı, məhsuldarlığı az, meyvələri isə kiçik və turş idi. İlk olaraq deməli çarpazlaşdırma aparmış və yeni hibrid almış Belfler Kitayka. Ancaq alınan hibridlər soyuğa davamlı olsa da məhsuldarlığı daha yaxşı olmamışdı. Məhsuldarlığın da belə deyim dominantlığını üzə çıxarmaq üçün həmin bu alınan hibriddən həm calaq altı kimi, həm də calaq üstü kimi istifadə etmiş və artıq Belflerin, sarı Belflerin əlamətlərini fenotipcədə üzə çıxarmışdı. Beləliklə, yəni çünki o çarpazlaşmada genotipdə qalmışdır. Dadı o qədər də yaxşı olmamış, iri formalı olmamış. Ancaq sonra calaqaltı və calaqüstü kimi istifadə etdikdən sonra yeni alınan sortları, yəni vegetativ üsuldan istifadə edib yeni aldığı hibridlər artıq heterozigot olublar və həmin bu heterozigotlar artıq sarı, iri, şirəli, dadlı meyvə, həm də soyuğa davamlı meyvələr olmuşdur. Bundan başqa Miçurinin alma sortuna baxdıq. Armud sortuna da baxa bilərik ki, o fransız armudu Bere Royal erkək bitkidir bu. Onun deməli cənub sortu olduğunu bilirik və yabanı Suriyacır armud şimal sortu bu isə dişi bir bitkidir. Həmin Bere Royal ilə Ustira armudunu çarpazlaşdırmış və qış beresi armud sortunu almışdır. Deməli dedik ki, Miçurin hansı bitkilər üzərində tədqiqat apardı? Meyvə bitkiləri üzərində tədqiqat apardı. Taxıllar fəsiləsi üzərində tədqiqat aparan bir neçə alimlər vardı. Məsələn, payızlıq buğda Remeslo, yazlıq buğda Şexurdin Mamontova, buğda ayrıqotu Sitsin, buğda sortları isə Lukayenko tədqiqat aparmış. Qarğıdalı sortlarını Xaçinov. Mürəkkəbçəklərdən günə baxan sortunu isə Pustavoid, yəni bitkilər üzərində tədqiqat aparmışdılar. Heyvanlar üzərində də tədqiqat aparan alimlər vardır. Arxar Merinos, Lucis Butarin,
Robşekarp balıq cinsi Kirpiçenkov, tut ipək qurdu Astaurov, Ukrayna ağ səhra donuzu və zərif yunlu Askaniya rambulyesi qoyun cinsləri isə İvanov tərəfindən tədqiqatlar aparılmışdır. Bundan əlavə qeyd eləmək istəyirəm ki, süni seçmə nəticəsində Orlov Löhrəv at cinsi də alınmışdır. Orlov Löhrəv at cinsi alınarkən ərək mini atının erkəyi, yəni ayğır ilə Danimarka yük atının dişisi Madyan cütləşdirilmişdir. Alınan hibrislərin erkəyi ilə Hollandiya Löhrəv at cinsinin dişisi cütləşmiş və nəticədə Orlov Löhrəv at cinsi alınmışdır. Və seleksiyada nailiyyətlərə baxdıqda Azərbaycan alimlərinin də nailiyyətlərini görə bilərik və o nailiyyətlərə də diqqət yetirməyimiz tələb olunur. Məsələn, Azərbaycanda ilk dəfə poliplodiyanı tətbiq etmiş tut bitkisi üzərində İlyas Abdullaoğlu Kərimovu göstərə bilərik. Bundan əlavə Azərbaycanda üzümün sortları üzərində Cəlal Əliyev, daha doğrusu deməli buğda bitkisi üzərində Cəlal Əliyevin işlərini görə bilərik. Mustafayev buğda bitkisi üzərində işlər görmüşdü. Quliyev qarğıdalı yonca, pambıq bitkiləri üzərində tədqiqatlar aparmışdı. Ağabəyli camış, Qafqaz camış cinsini almışdı. Qoyun cinsi Azərbaycanda dağ merinosunu Məlikov, Sadıxov və Smaragdov almışdır. İpək qurdunu da Hüseynov və Mustafazadə İpək qurdu üzərində tədqiqatlar aparmışdı.